Bugünkü mövzumuz təlimin prinsipləridir. Pedaqogika Nobeldə keçirilən təlimin prinsipləridir. Bildiyimiz kimi pedaqogika fənni 4 bölmə üzrə keçirilir. Birinci pedaqogikanın ümumi əsasları, ikinci didaktika, üçüncü tərbiyə nəzəriyyəsi, dördüncü isə məktəbşünaslıqdır. Təlimin prinsipləri pedaqogikanın ikinci böyük bölməsi olan didaktika bölməsində öyrənilir. Yəni, birinci öyrənək görək təlim nədir? Təlim, müəllimlə şagird arasında qarşılıqlı fəaliyyət prosesidir ki, bunun nəticəsində müəllim bilik öyrədir, tələbə isə öyrənir. Bugünkü mövzumuz konkret olaraq təlimin prinsipləridir. Bugünkü mövzumuzda istifadə olunan bu plan üzrə öyrənəcəyik. Birinci, təlimin həyatla quruculuq işi ilə əlaqələndirilməsi prinsipi, müvafiqlik və elmilik prinsipi, əyanilik prinsipi, şuurluq və fəallıq prinsipi, sistematiklik və ardıcıllıq prinsipi, biliklərin möhkəmləndirilməsi və əməkdaşlıq prinsipi, fərdi yanaşma prinsipi. Bugünkü mühazirədə istifadə olunan, məsləhət görülən ədəbiyyat siyahısı budur. Nurəddin Kazımov məktəb pedaqogikası, Abbasov pedaqogika 2010, Nəzirov müasir təlim texnologiyaları, Mehrabov, Abbasov, Zeynalov, Həsənov pedaqoji texnologiyalar, Sadiqov, Həsənov didaktika, Paşayev, Rüstəmov pedaqogika Bakı 2003, Həsənov, Ağayev pedaqogika Bakı 2011, Əli Heydər Həşimov, Sadiqov pedaqogika Bakı 1995. İndi biz planın bəndlərinin izahına keçək. Birinci, təlimin həyatla quruculuq işi ilə əlaqələndirilməsi prinsipi. İlk növbədə biz öyrənək görək prinsip nədir? Prinsip latın sözü olub, ilkin ideya, başlıca məqsəd deməkdir. Yəni, ilk əldə rəhbər tutulası başlanğıc şərtdir. Yəni, nəyə əldə rəhbər tutmaq lazımdır ki, sonunda təlim prosesində o məqsədimizə nail olaq. Təlimin prinsipləri bütün mənbələrdə, öyrənmənin yerində, yaşından asılı olmayaraq, bütün mərhələlərində ümumi cəhətləri əhatə edir. Təlimin məqsədlərinin səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təlim prinsipləri təlim məqsədlərindən asılı olaraq dəyişir. Bura həmçinin klassik pedaqoqların təlim haqqında nəzəri fikirlər də daxildir. Burada pedaqogika tarixində təlim prinsipləri müxtəlif mənbələrə əsaslanır. Xüsusilə didaktikanın, yəni pedagogikanın yaradıcısı olan, böyük didaktika əsərinin müəllifi olan Kamenskinin müvafiqlik prinsipi məhz istinad edilir. Əsas prinsiplərdən biridir və prinsiplərdə ona istinad olunur. Təlimin həyatla quruculuq işlərlə əlaqələndirilməsi prinsipinin mahiyyəti odur. Nədən ibarətdir? Ondan ibarətdir ki, burada müəllim biliyi öyrədən zaman öyrənilən biliklərin həyatla, cəmiyyətlə, quruculuq işlərlə əlaqələndirməlidir və tələbəyə başa salmalıdır ki, şagirdə öyrəndikləri biliklər gələcək həyatı üçün lazımlı olacaq, onun cəmiyyətdə mövqe tutmasında mühüm rol oynayacaq. Həmçinin cəmiyyətdə əməyin rolunu uşaqlara başa salmalıdır. Bildiyimiz ki, əməyin iki növü var, fiziki əmək, zehni əmək. İstər tələbələrdə, istərsə də şagirdlərdə həm fiziki əməyə, həm də zehni əməyə, yəni hörmət, qayğı, həvəs yaratmağı müəllim öyrətməlidir və onları şuurlu surətdə başa salmalıdır ki, öyrəndiyin bilik gələcəkdə həyatda nə müəllim üçün, nə də valideyn üçün rol oynayacaq. Sənin gələcəkdə sosiallaşmağında, cəmiyyətdə mövqe tutmağında mühüm rol olacağını tələbəyə və ya şagirdə başa salmalıdır. Əgər bunu eləsə, həyatda müsbət nəticə əldə edə biləcək. Sonra növbəti prinsip müvafiqlik prinsipidir. Müvafiqlik prinsipi əsas mahiyyəti ondan ibarətdir ki, öyrənilən biliklərin inkişaf səviyyəsinə, psixoloji, fizioloji, intellektual uyğun şəkildə qurmağı tələb edir. Bu deməkdir ki, bildiyimiz kimi
müxtəlif yaş dövrlərində uşağın həm fizioloji, həm fiziki, həm intellekt səviyyəsi müxtəlif olur. Yəni uşağın həm də fiziki cəhətdən inkişafı fərqlənir. Lakin burada müvafiqlik deyəndə əsas o nəzərdə tutulur ki, uşağın anlaq səviyyəsinə, intellekt səviyyəsinə uyğun yanaşılmalıdır. Bunu sadə dildə izah eləsək, tutaq ki, müəllim dərsə girib, dərs izah eləyir. Burada həm orta səviyyəli, həm güclü səviyyəli, həm də aşağı səviyyəli uşaqlar var. Müəllim təlim prosesini tək güclü uşaqların səviyyəsində qurmamalıdır. Elə anlaq səviyyəsində qurmalıdır ki, bu 3 təbəqədən olan uşaqlar həmin dərsi başa düşsün və onu qavraya bilsin. Digər prinsip elmilik prinsipidir. Elmilik prinsipin mahiyyəti odur ki, bütün təlim prosesində öyrənilən bilik, bacarıq və vərdişlər hamısı elmə əsaslanır. Elmdə olan qanunlar, qaydalar, nəzəriyyələr, fərziyyələr, praktikalar, yəni elmin əsasına gətirilir. Bütün fənlərin tədrisi hər bir fənnin elmiliyinə əsaslanır və burada da dediyim kimi elmi biliklər təlim prosesinə gətirməklə uşaqların qavrama səviyyəsinə uyğun tətbiq olunmalıdır. Çünki bildiyimiz kimi elmdə bəzən elə çətin terminlər var ki, onları şagirdlər və yaxud tələbələr mənimsəyə bilmir. Müəllim elmə gətirilən bilikləri uşaqların başa düşəcəyi tərzdə onları anlatmağa bacarmalıdır. Ona görə də məhz müvafiqlik və elmilik prinsipini eyni, yəni müəllim tətbiq eləməlidir. Bu prinsipləri biz necə tətbiq edirik? O, təlimin məqsədindən asılı olaraq həmin prinsipləri müəllim mütləq tətbiq eləməlidir. Növbəti prinsip əyanilik prinsipidir. Əyanilik prinsipi əsas mahiyyəti odur ki, dərk etmənin real əşya və hadisələr, faktlar üzərində qurmağa deyilir. Bu nə deməkdir? Bu əyanilik prinsipi ən çox, yəni əşya və hadisənin faktik olaraq özünü əyani şəkildə görünməsinə səbəb olmalıdır. Bunu uşaq bəzən ən çox əyanilik prinsipi aşağı siniflərdə daha çox tətbiq olunmalıdır. Kamenski müəllimlər üçün əyanilik prinsipini qızıl qayda adlandırmışdır. O qeyd etmişdir ki, görməni görməklə, eşitməni eşitməklə, dad bilməni dad bilməklə, dəri hissiyatı ilə lazım gələndə dəri hissiyatı ilə bilikləri uşaqlara tətbiq eləmək lazımdır. Ona görə də el arasında belə misal var, deyir 100 dəfə deməkdənsə bir dəfə görmək yaxşıdır. Yəni o mənada əyanilik prinsipinin çox böyük mahiyyəti vardır. Həm də yəni Kamenski müəllimlər üçün bunu qızıl qayda adlandıraraq çox yüksək qiymətləndirmişdir. Çünki biz yəni dəqiq elmlərdə görürük ki, məsələn kimya olsun, biologiya olsun, coğrafiya olsun. Məsələn xəritəsiz coğrafiyanı təsəvvür eləmək olmaz. Kimya dərsini Mendeleyev cədvəlsiz və yaxud da laboratoriyasız təsəvvür eləmək olmaz. Fizika dərsini fizika laboratoriyasız təsəvvür eləmək olmaz. Yəni bunun mütləq əyanilikdən istifadə olmalıdır. Bəzən uşağa tutaq ki, soğanın mikroskopda quruluşunu müəllim izah edir, hüceyrələri bu cürədir, o cürədir. Amma uşaq onu heç cürə dərk eləyə bilmir. Amma sadəcə olaraq həmin otaqda mikroskop və soğanı müəllim gətirib onu əyani şəkildə ona göstərsə və uşaq onu izləsə, ömrü boyu yəni o hadisəni unutmaz. Ona görə də bu əyanlığın özü də illüstrasiya və demonstrasiya şəklində həyata keçir. İllüstrasiya fakt və hadisələri dəyişmədən öyrənir. Demonstrasiya isə fakt və hadisələri dəyişərək təqdim edir. Sonra növbəti prinsiplərdən biri odur ki, şuurluq və fəallıq prinsipi. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, yeni materialı dəlil və sübutlarla, isbatlarla öyrənməyə faal surətdə bilik əldə etmə, biliklərini tətbiq etməyə şuurluq və fəallıq deyilir. Bu prinsip pedaqogika tarixində inqilabi bir prinsip adlandırmaq olar. Belə ki, uzun müddət mənimsəmədə dogmatik prinsip hökm sürmüşdür. Şuurluq və fəallıq prinsipi də məhz bu prinsipə qarşı qoyulmuşdur. Şuurluq prinsipi əsasında öyrənilən
təfəkkürünə tez-tez tələblər verən, onları düşünərək məntiqi nəticələr çıxarmağa məcbur edirlər. Bu isə onlara öyrəndikləri bilikləri istənilən zaman sübut edə bilmə imkanı verir. Materialın mənimsənilməsi zamanı öyrənilərin təhlillərə, müqayisələrə, səbəb və nəticələrə, əlaqələrin araşdırılmasına cəlb edilməsi onların mənimsənməyə şuurlu, münasibətli və yanaşı fəallığını da artırır. Təlim prosesində ümumiyyətlə, öyrənmə prosesində şuurluq və fəallıq təmin etmək üçün öyrəniləcək hər material qarşıya problem şəklində qoyulmalı və öyrənilər onun həllinə cəlb edilməlidir. Bu zaman öyrənilənlər yeninin bütün mümkün əlaqələrini axtarır, müqayisələr edir, yeni əqli nəticələr çıxarmağa çalışırlar. Həm də şuurluq və fəallıq prinsipinin daha sadə dildə izah eləsək, onu demək olar ki, izah edə bilərik ki, çalışmaq lazımdır ki, uşaq öyrənilən biliyi şuurlu surətdə, əzbərləmədən, hafizəyə əsaslanmadan dərsi mənimsəsin. Bunu necə bilmək olar? Əgər uşaq o dərsi şuurlu surətdə dərk eləyibsə, o asanlıqla tətbiq eləyəcək, çalışma üzərində, laboratoriyasında yaxşı fəal iştirak eləyəcək. Yəni, ona görə bu prinsipi ikisini bir yerdə qeyd olunur ki, insan əgər tələbə və ya şagird dərsi həqiqətən şuurlu surətdə mənimsəməsə, o heç cürə fəallıq göstərə bilməz. Gəlin, elə reallıqdan danışaq, hansı tələbə dərsdə fəaldır, çünki dərsi şuurlu surətdə onu dərk eləyərək, məntiqi təfəkkürə, təfəkkürün əsasən dərsi mənimsəyir. O, hafizəyə əsasən dərsi mənimsəmir. Hafizəyə əsaslanan dərs qısa müddətlidir, çünki fakt və hadisələrin gedişini dərinliyi qədər mənimsəyə bilmir. Sadəcə olaraq onu mexaniki surətdə yadda saxlayır, bir müddətdən sonra isə o yaddan çıxır. Bu prinsip bir-birini tamamlayandır. Yəni, uşaq dərsi nə qədər yaxşı mənimsərsə, bir o qədər dərsdə fəal ola bilər. Müəllimin də əsas məqsədi odur ki, yəni açığın deyək də, bizim orta məktəblərdə də, hazırlıqlarda da bu real faktdır ki, müəllimlər ən çox yaxşı oxuyan uşaqlarla işləyirlər, onların dərk etməsinə uyğun dərsi izah eləyirlər. Nəticədə bir qrup uşaqlar təlim prosesindən kənar qalır, öyrənmədən kənar qalır. Hal-hazırda biz indi təlimə də bayaq tərif verdik. Öyrədənlə öyrənən arasında qarşılıqlı təsir prosesidir. Amma bu, əvvəl biz bir dənə müəllimə deyirdik ki, müəllim ancaq öyrədir, şagird isə öyrənir. Xeyr, amma müasir dövrdə müəllim həm öyrədir, həm öyrənir, şagird də, tələbə də eyni ilə həm öyrənir, həm də öyrədir. Çünki bilirik ki, indi informasiya texnologiyaları dövrüdür. Hər gün internetdə, saytda yeni məlumatlar əldə olunur. Ona görə də uşaqlar həmin informasiyanı müəllimdən qabaq ala bilir və gəlir dərsdə müzakirə şəklində, yəni müəllimə də müəyyən bir istiqamət verib dərsin öyrənməsində, öyrədilməsində kömək edir. Ona görə də bu prinsip bütün prinsiplərin ən vaciblisi və əsasıdır. Növbəti prinsip sistematiklik və ardıcıllıq prinsipi. Bu prinsip elmlərin əsaslarına yiyələnən zaman elmin sistemini mühafizə etmək, bilik, bacarıq və vərdişləri aşılayarkən müəyyən ardıcılığa riayət etməsidir. Bu prinsipə riayət etmədən sistemli elmlərə yiyələnmə də mümkün deyil. Elmlərin özlərinin sistemi də bunu tələb edir. Müxtəlif siniflərdə tədris edilən fən aid olduğu, ifadə etdiyi elmin sistemi əsasında qurulur. Bunu biz necə izah edə bilərik? Məsələn, bütün fənlərin misalında bunu sizə izah edə bilərəm. Tutaq ki, kimya dərsidir. Müəllim əgər Mendeleyev cədvəlində elementin quruluşunu öyrətməsə, sonra onların birləşməsini öyrətməsə, sonra o reaksiyaları öyrədə bilməz. Ona görə də sadədən mürəkkəbə, ibtidaidən aliyə prinsipi əsasında sistemli şəkildə öyrədilməlidir. Digər bir misal, uşaqlara tutaq ki, ilk növbədə riyaziyyatdan rəqəmlər öyrədilir, sonra əməllər sistemi öyrədilir, sonra vurma, bölmə,
toplama, ondan sonra da isə yəni riyazi məsələlərin həlli. Azərbaycan dilindən, ingilis dilindən əvvəlcə söz, hərflər, söz birləşmələri, sonra isə qrammatika öyrənilir, isim, sifət, sadədən mürəkkəbə doğru o sistemli şəkildə müəllim onu mütləq nəzərə almalıdır. Yəni bu prinsiplərə əməl olunmasa, tutaq ki, sinir sistemində lap yüksək forma insanlardadır. Yəni müəllim əgər ibtidailərdən başlayıb sinir sistemin quruluşunu izah eləyəcək ailələrə çıxmasa, uşaq onu dərk edə bilməz ki, ilk sinir forması nə formada olmuşdur və yaxud ifrazatda da elədir, qan dövranında da eyni ilə. Yəni mütləq müəllim bunu sistemli şəkildə, sistemli və ardıcıl şəkildə yenə də təkrar edilən ibtidaidən aliyə, sadədən mürəkkəbə doğru olmaqla, ardıcıllıqla həyata keçirməlidir. Sonra növbəti prinsip biliklərin möhkəmləndirilməsi və əməkdaşlıq prinsipi. Bu prinsip əsas prinsiplərdən biridir. Niyə? Təlimin müvəffəqiyyətini təmin edən əsas və mühüm prinsiplərdən biri biliklərin möhkəmləndirilməsidir. Bayaq qeyd elədik ki, pedaqogikanın yaradıcısı, böyük didaktika əsərinin banisi Kamenski biliyin möhkəmləndirilməsini qayğısına qalmayan müəllimin işini xəlbirlə su daşımağa bənzədirdi. Bildiyiniz kimi, xəlbirlə su daşımaq, xəlbirdə təbii ki, su qalmaz. Ona görə də yəni, hafizədə olmayan biliklər olmasa, növbəti bilik üçün baza rolunu oynaya bilməz. Hər bir sonraki bilik özündən əvvəlkinin davamı olmaqla ona əsaslanır. Ona görə də hafizədə möhkəmləndirilməyən biliyin heç bir əhəmiyyəti olmur. Onun öyrənilməsinə səhv olunmuş zaman da hədər gedir. Uşinski biliklərin möhkəmləndirilməsi qayğısına qalmayan müəllimin işini, yükünü arabaya pis bağlanmış arabaçının işi ilə müqayisə edir. Yəni bu deməkdir ki, arabaçı əgər öz yükünü normal arabasına yükləməsə, sonunda ünvana çatanda heç bir arabasında yük qalmaz. Yəni bu baxımdan da müəllim çalışmalıdır ki, hər hansı bir fəsli bölməni keçərkən ondan əvvəlki dərslərə, fəsillərə müraciət edib, təkrar nəticəsində uşaqların biliklərini möhkəmləndirməlidir. El arasında belə bir misal var, təkrar biliyin anası da deyirlər, aynası da deyirlər, hər ikisi yəni doğruda ən çox aynası misalında daha düzgündür. Çünki aynada əks olunur. Nə qədər yaxşı bilikləri mənimsəyərsə, təkrar olunarsa, həmin güzgüdə də bir o qədər yaxşı əks olunar. Biliklərin şuurlu, problemli situasiya şəraitində mənimsənilməsi onların hafizədə uzun müddət qalmasına imkan yaradır. Bu deməkdir ki, problemli situasiya, yəni müəllim dərsi danışan zaman mütləq uşağı düşündürəcək suallarla müraciət eləməlidir. Uşaq da onun axtarması üçün çalışmalıdır, fikirləşməlidir, təfəkkür süzgəcindən keçirməlidir və analiz sintez eləməlidir və onun cavabını axtarmağa çalışmalıdır və öz prizmasında, öz dünya görüşü baxımından onu fikrini əsaslandırmağa çalışmalıdır. Təbii ki, sonunda yəni müəllim dərsi izah eləyən, istiqamətləndirən, yol göstərən müəllimdir, sonunda öz fikrini deyir. Amma şagirdlər də mütləq problem situasiya nəticəsində həmin uşaq, yəni o dövrdə öyrəndiyi biliyi heç vaxt unutmur. Öyrənilmiş məlumatların tətbiqi də biliklərin möhkəmləndirilməsi şəraitindən biridir. Hər bir müəllim, təlimatçı, dərnəş rəhbəri öyrəndiyi məlumatların yadda qalması qaydasına qalmalı. Bunun üçün bütün vasitələrdən istifadə etməlidir. Belə səmərəli vasitələrdə biri də təkrarlardır. Təkrarlar da çox, yəni müəllim bütün dərsin əsas hissəsini təkrara deyil, amma hər bir dərsin 45 dəqiqədirsə, onun 5 dəqiqəsini, ali məktəbdə 80 dəqiqədirsə, onun, məsələn, mən bayaq da qeyd etdim, görürsünüz, didaktika bölməsinin təlimin prinsiplərini izah eləyəndə mən həmişə tələbələrə suallar verirəm ki, pedaqojika hansı bölmələr üzrə keçirilir, təlim hansı bölmədədir, hansı mövzudədir. Yəni, uşaq onun
mütləq keçmişə müraciət eləyir və onu yada salmağa xatırlayır. Bir də biz onun hafizənin fizioloji əsasından bilirik ki, beyində müvəqqəti rabitələr yaranır. Əgər o müvəqqəti rabitələr bu möhkəmləndirmə təkrarlar vasitəsilə davam edərsə, o insanın yəni daimi yadında qalır. Amma o təkrar olmadıqca həmin müvəqqəti rabitələr tədricən zəifləyir və yoxa çıxır. Bu insanın unutmasına səbəb olur. Ona görə də məlum çalışmalıdır ki, həmişə təkrarlar vasitəsilə onun qarşısını alsın. Sonra növbəti prinsip təlimdə əməkdaşlıq prinsipidir. Təlimdə müəllim və şagird fəaliyyəti bir-birini şərtləndirir. Yəni müəllim bu iki proses bir-birindən qarşılıqlı əlaqədardır. Müəllimlik peşəsində çətinliyi odur ki, onun tədqiqat obyekti canlıdır, şuurludur və müxtəlif ailələrdən, müxtəlif tərbiyə olunmuş, müxtəlif mühitlərdən gələn insanla ünsiyyət yaradır və təlim prosesində onunla birlikdə qarşılıqlı münasibət yaradır, ünsiyyət yaradır. Yəni bu ən çox müəllimin üzərinə düşən vəzifələrdən biridir ki, çalışmalıdır ki, bir müəllim uşaqlarla düzgün əməkdaşlıq eləsin. Təlim zamanı müəllim və şagirdlərin fəaliyyətləri arasında mürəkkəb və çoxcəhətli qarşılıqlı əlaqə mövcuddur. Şagirdlərin idrac və tədris fəaliyyətinin xüsusiyyətləri müəllimin təlim fəaliyyətindən asılı olduğu kimi, müəllimin təlim fəaliyyətinin sürəti və keyfiyyəti də şagirdlərin ona münasibəti ilə, onların tədris fəaliyyətlərinin səviyyəsi ilə şərtlənir. Başlıcası budur ki, şagirdlərin rəğbətini qazanan, onların ehtiyacını duyan, onlara valideyn qayğısı göstərən, şəxsiyyətinə hörmət edən, bir sözlə şagirdləri ilə əməkdaşlığa hazır olan müəllim öz yeniyetmələrinin həqiqi tərbiyəçisinə, məsləhətçisinə, müdrik yaşlı yoldaşına çevrilir. Şagirdlər bu cür müəllimi səbirsizliklə gözləyir, böyük məmnuniyyətlə onunla ünsiyyətə girir, fikir və hisslərini belə müəllimlə bölüşdürürlər. Şagirdlər məhz bu cür müəllimin fənnini sevir, həvəslə tədris fəaliyyətinə qoşulur. Odur ki, şagirdə təlimin fəal iştirakçısı kimi baxmaq lazımdır. Müəllim şagirdlərə əməkdaşlıq etməli, onların tədris fəaliyyətini təşkil etməli, lazımı yardım və qayğı göstərməlidir. Yəni, bu prinsip də bir dənə fikirləşmək lazımdır ki, müəllim tək, şagirdlər, tələbələr çoxdur. Müəllim çalışmalıdır ki, sinifdə sağlam psixoloji mühit yaratsın, uşaqların düşüncə tərzinə, onların tələblərinə uyğun dərsi qursun. Məsələn, universitetlərdə tələbə yönüm təhsil neçə il tətbiq olunur. Yəni, tələbə də bir şəxsiyyətdir. O, gələcəkdə ziyalı kimi formalaşır. Bəzən biz görürük də, bəzən müəllim, şagird, müəllim, tələbə arasında konfliktlərin yaranması nəticəsində təlimdə narazıçılıq yaranır. Hətta o məsələ böyüyüb müəllimin işdən azad olunmasına, tələbə arasında münasibətlərin pozulmasına gətirib çıxarır. Yəni, onu qeyd etmək lazımdır ki, burada əsas rolu oynayan müəllimdir. Çünki burada müəllim təkdir, müəllim sinifə alışmalıdır. Biz hətta çətin tərbiyə olunan uşaqlar koloniyasına rəhbərlik edən Makarenko uzun müddət ərzində həmin çətin uşaqlarla bir yerdə çalışmış və onun sevgisini qazanmışdı. Müəllimlik asan peşə deyil. Ya onu sevib, onun çətinliklərinə sinə gəlib şagirdlərin rəğbətini qazanasan, ya ümumiyyətlə bu peşədə çalışmayasan. Ona görə də mütləq istər müəllim olsun, istər tələbə olsun, o şagirdlərin, tələbələrin rəğbətini qazanmalıdır. Elə müəllim var ki, dərsi o qədər yaxşı qurur, tələbələrin fikrinə önəm verir, diskussiya şəklində qurur, psixoloji mühit yaradır. Hər uşaq dərsə gələndə, istər tələbə, hər müəllim çox sevə-sevə gəlir. Açığını deyim, orta məktəbdə 45 dəqiqə çox azdır, amma ali məktəbdə 80 dəqiqə çox uzun müddət əhatə edir. Uşaqları evdə 10-15 dəqiqə sakit oturtmaq olmur, amma 80 dəqiqə ərzində onun təlim prosesinə cəlb etmək, müəllimə diqqətini
paylamaq, müəllim üzərində dərsə fikir vermək, yəni bu müəllimin üzərinə düşən əsas vəzifələrdən biri ki, onu idarə edən müəllimdir. Bu da sağlam psixoloji mühit nəticəsində mümkündür. Yoxsa elə mən deyirəmsə, mən hökmranam, avtoritar rejim yox. Hal-hazırda yəni müəllimlər demokratik üslubla dərsi istər ailədə, istər məktəbdə demokratik üslubla idarə eləməklə təlim prosesində müvəffəqiyyət qazanmaq olar. Çünki təlim prosesi çox çətin bir prosesdir. Ali məktəblərdə yəni biz müəyyən baza üzərində gəlmiş uşaqlarla işləyirik, amma orta məktəblərdə isə bu belə deyil. Uşaqlara yeni biliklər, yeni fən öyrədilir, yeni informasiya verilir. Ona görə mən həmişə tələbələrimə demişəm ki, əgər şagird tələbə müəllimini sevmirsə, onun fənnini də sevməyəcək. Ona görə də belə bir misal var, deyir, müəllimin gözü ilə tələbə, şagird onun fənnini sevir. Yəni, mən öz dərslərimdə də araşdırmada uşaqların həmişə fikirlərinə üstünlük vermişəm. Soruşuram ki, hansı müəllim sizin yadınızda qalıb? Bir neçə müəllim adı sadalayın. Onlar həqiqətən çox sayca, barmaqca az müəllimlər sadalayıblar. Deyirəm, axı müəllimdə hansı üstünlükləri görürsünüz? Deyir ki, bizlə normal yəni, münasibət yaradan, bizi başa düşən, bizi dinləyən, yəni o da bir şəxsiyyətdir, o bir şəxsiyyət kimi formalaşır. Ona görə çalışaq ki, cəmiyyətə biz normal şəxsiyyətlər yetişdirək. Müəllim bir uşaq deyil, yüzlərlə, minlərlə uşağı cəmiyyətə hazırlayır. Bu çox möhtəşəm işin öhdəsindən müəllim gəlməyi bacarmalıdır. Ona görə də yəni, növbəti prinsiplərdən biri fərdi yanaşma prinsipidir. Fərdi yanaşma prinsipi elə hər bir uşaq ümumi psixoloji xüsusiyyətlər, yaş xüsusiyyətlərinə malik olmağına yanaşı, onların özünün fərdi psixoloji xüsusiyyətləri də vardır. Ona görə də müəllim mütləq onu nəzərə almalıdır. Hamıya eyni psixoloji xüsusiyyətlərlə yanaşıb, onları eyni cür yəni, dərsə cəlb eləyə bilməz. Ona görə də bu prinsiplərdən tək birindən deyil, dərsin məqsədindən asılı olaraq bütün prinsiplərə bu və ya digər dərəcədə az və ya çox istinad eləməklə təlim prosesində müvəffəqiyyət qazana bilər. Diqqətinizə görə sağ olun.